Bəli, Bundesliga 2-ci divizyon 4-cü sezon 7-ci turun hal-hazırda 7-ci matçı ilə sizlərlə birlikdəyik. Golden Stone komandası Sarı Geyimdə elə Golden sözünə yaraşan bir geyim. Onlara yaraşan geyim yeni ekipirovkadır səhv etmirəmsə. Soyadları və adları formanın arxasında səhv olsa da əsas odur ki, forma olsun, əsas odur, jersey olsun, əsas odur ki, futbol olsun, tək futbol olsun devizimizdə Bundesligamızın əsas devizidir. Və rəqib isə bu arada rəqib isə Gold komandasıdır. Artıq 2-ci divizyona kök salmış bir komandadır Gold komandası. Son turda Gold komandası səhv etmirəmsə məğlub olmuşdu. Rəqibi unuttum sadəcə olaraq. Amma Gold komandasından fərqli olaraq Golden Stone komandası B konferansının sonuncusu hal-hazırda. 6-cı turda hamını heyrətləndirə bildi. Turnirin B konferansının vitse-lideri və hal-hazırda artıq vitse-lideri Mübarizlər komandasını 5-4 hesabı ilə məğlub edə bildi bu kollektiv. Və inanırıq ki, həm bu maçda, həm digər maçlarda komanda özünü yaxşı tərəfdən nümayiş etdirə biləcək. Revana qarşı sərt oyun nümayiş etdirir Gold komandasının üzvü. İltaş topun arxasındadır. Zərbə indirəcək tərəf Məsudu. Zərbəsi qeyri-dəqiq oldu. Topu Dispatcher Təbriz qəbul etdi. Ötürməsi Tərlan istiqamətlə dəqiq olmadı. Yeni qapıcısı var Gold komandasının. Xatırladıram, Bundesliga 2-ci divizyonun sonuncu 8-ci, 9-cu turundan sonra komandalar artıq transfer ixtiyarı veriləcək komandalara ilk dəfədir ki, belə bir şey yaşanacaq. Sadəcə olaraq Bundesliga 2-ci divizyonda komanda sayı daha çox olduğundan buna icazə veriləcək və komanda yeni bir əlcək sahibi. Özü də ki, Bundesliga elit divizyon və Bundesliga 2-ci divizyonun koordinatoru Şahiq Bəhramlı komandanın qapısı kimi Gold komandasına daxil olacaq. Bu arada Vüqar Verdixanov komandanın vitse-kapitanı İlkinlə oynayır. İlkin sol cinahla Samirlə oynamağa çalışdı və bəli, ötürməsi də dəqiq idi. Samir, ötürmə. Sonra Gəniyev, Qasımov topu ələ keçirir. Nadir, ötən tur Mübarizlər komandasını məğlub edən tərəflərdən bir də məhz o idi. Tərlan yüngül bir zədə aldı. Sağ cinahla Vüqar Verdixanovla oynadı. Vüqar Verdixanovu isə hamımız Ağsu adı ilə Bundesliga 2-ci divizyona 2 sezon qoşulan Hilal Ağsu və Armi Ağsu komandasının heyətindən tanıyırıq. Artıq bu sezondan etibarən, 4-cü sezondan etibarən Gold komandasının üzvüdür. Gold komandası və Golden Stone komandaları Bundesliga 2-ci divizyona, hətta Bundesliga turnirlərinə Azərbaycan dilində deyil, İngilis dilindən belə desək, həm logo, həm adlardan istifadə edirlər. Kimlərəsə məlum olmaya bilər adların tərcüməsi, mən isə bunu sizə xatırlatmaya çalışıram. Bu arada Qəniyevin zərbəsi komandanın kapitanı. Qapıya ilk təhlükəli zərbə məhz Seymurdan gəldi. Vüqar Verdixanov. Golden Stone komandası əlbəttə İngiliscədən tərcümədə qızıl daş deməkdir. Səbəb isə A konferansında mübarizə aparan digər Qızıldaş komandasının eyni adda turnirə daxil olmasıydı. Ona görə də biraz kreativlik istifadə etdi Qızıldaş qəsəbəsinin oyuncuları və komandanın adını Qızıldaş kimi qeydiyyatdan keçirtdilər. Bu arada Murad atladım, artıq digər Qızıldaş komandası turnirdə iştirak etmir. Səbəbləri bəllidir. Bu səbəbləri efirdə işlətmək istəmirəm. Sadəcə olaraq Qızıldaş komandası artıq turnirdə iştirak etmir. Bu arada sərbə edildi. Qola bax! Gold komandasının qapıçısı hesabı
aça bildi. Çox fərqli və qəribə qolla oyunun 5-ci dəqiqəsində. Muraddan qeyri profesional bir toxunuş. Nadir özü irəliyir. Nadir ötürməsi Rəvan istiqamətdən. Rəvan Elməddinlə oynamağa çalışdı. Vüqar verdi. Xanov sona kimi mübarizə aparır. Vüqar verdi Xanov. Eltaş topa toxundu. 9 nömrəli oyuncu özü irəliyir. Uzun ötürmə də edə bilər. Sağ cinahla oynayacaq. Çox güman Rəvan topu qəbul edə bilmədi. Təbrizin ötürməsi isə Samir istiqamətinə çatmadı. Tərlan ötürməsi Rəvan tərəfindən zərərsizləşdirilir. Ələ keçirilir daha doğrusu. Elməddin mərkəzdə oynadı. Vüqar verdi Xanov. Ötürməsi də etməyə çalışır Seymur. Topa toxuna bilir. Bu arada Somun istiqamətinə ötürülmüş top. Murad bu dəfə səhvsiz oynadı. Xatırladam hesab hal-hazırda 1-0 Gold komandası xeyrinədir. Yeganə qolun müəllifi isə hələ ki ismini bilmədiyim Gold komandasının əlcəyi sahibi vurub çox qəribə bir qolla. Bu arada ötürmə Tərlan istiqamətlə çox gözəl ötürmə etmişdi. 19 nömrəli oyuncu komandanın qaptanı Təbriz. Təbrizin qeyri-adi və səlist ötürmələrini komanda yoldaşları anlamalılar. Onun bu ötürmələri Ponstiqanın hətta elit divizionda belə çox az rast gəlinir. Sərt oynamışdı. Golden Stone komandasının oyuncusu. Topun arxasında Təbriz var, 19 nömrəli oyuncu. Oyunun baş hakimi Ramil Babayev Elməddinin biraz topdan kənarda durmasını xahiş edir. Zərbə! Təbriz komanda kapitanı artıq istəyinə nail oldu. Deyirdi, məni niyə Ponstiqa Instagram səhifəmdə qolları paylaşmırsan? Və budur oyunun 7-ci dəqiqəsində Təbriz hesabı 2-0 edir və əlbəttə bu qol Ponstiqa Instagram səhifəmizdə də paylaşılır. Cərimə zərbəsinə birbaşa qapıya topu yönəldə bilir komandanın kapitanı. Elməddin daban ötürməsi Nadir istiqamətinə Seymur mərkəzlə oynamağa çalışdı, daha doğrusu Eltajla oynamağa çalışdı, amma ilkin ona mane olur. Hələ ki oyunun 7-ci dəqiqəsidir və oy Seymur biraz sərt oynadı. Və mübarizə komandası ilə mübarizə aparan, sona kimi döyüşən, hətta qalib gələn Golden Stone komandasına nəsə əlamət yoxdur hələ ki. Xatırladıram hala Ponstiqa 2-ci diviziondur. Ponstiqada hər dəqiqənin, hər saniyənin öz hökmü var. Bunu biz yaxşı bilirik. Nadir ötürməsi keçmədi. Elməddin yenidən Nadir, yenidən Elməddin. Elməddin geriyə oynamalıdır, məcburdur. Eltaç! Təbriz. Sağ cinahla Vüqar verdi Xanovla oynadı. Vüqar verdi Xanov keçməyə çalışdı. Yox, cərimə yoxdur. Eltajın zərbəsi, toxunuş var idi, bəli. Eltaj topa toxuna bilmədi, Murad topa çatacaqmı? Yox, top Gold komandasında qalır. Bəli. Sarı kartla cəzalandırılır. Murad
Ötən tur 6-cı turda komanda Murad Kazımlı səhv etmirəmsə, bəli soyadı elədi. Rəmzi heyətə daxil olmuşdu, amma indiki oyunu ilə anti-rəmzi heyətə daxil ola bilər. Çünki ona yaraşmayan bir səhvlərlə yadda qalır, hətta axırıncı. Bəli. 3 nəfərdən ibarət blok gəldi, sadəcə olaraq topsuz blok deyirlər buna, bu cərimədir. Tam dəqiq bir qərar Ramil Babayevdən gəldi oyunun baş hakimindən. Topun arxasında Nadir var. Bu arada zərmə zərbəsi yerinə yetirdi. Təbrizə dəyən top. Çox gözəl ötürmə etmişdi. Çalışdı daha doğrusu. İkinci golun müəllifi komandanda kapitanı Təbriz. Geriyə Kazımlı. Kazımlı topu uzaqlaşdırır. İlk golun müəllifi Atəbə idi, səhv etmirəmsə ismi. Təbriz ötürməsi Solcunaha. Deyirəm axı, nəsə mənim gözümə çatmır, sən demə, komandardan söhbət edir, komandar Əskərov komandanın, mən Ceydan Şakirəm, Messisi hal-hazırda meydanda yoxdur. Ehtiyat skamyadadır, yəqin birazdan oyuna daxil olar. Komandanın mərkəz oyuncusu, ötürməsi yenidən Samir istiqamətlənmişdi, amma topu qəbul edə bilmədi. Seymur, Eltaç. Yenidən Seymur, Gəniyev. Gəniyevin ötürməsi Elməddinə istiqamətlənmişdi, amma Samir topu ələ keçirdi. Yenidən top itkisi. Nadir topu qəbul etdi. Ötürməsi çox gözəl, amma verdi. Xanovdan elə toplar keçmir. Əli də meydandadır artıq. Vüqar verdi Xanov. Ötürmə Sağcınaha. Samirin ötürməsi isə yenidən Gəniyev. Yenidən Gəniyev. Çox gözəl oynadı. Əks hücum üçün həmlə yaranır. Elməddinin ötürməsi. Elməddin gecikdi bu epizodda biraz. Vüqar verdi Xanov. Təbriz çox gözəl ötürmə etdi. Təbriz Samir. Samir İbrahimovun zərbəsi isə dəqiq olmadı. İlk hissənin sonuna 12 dəqiqə qalır. Götürmən Solcunaha Təbriz. Əli ilə mübarizədə hələ ki qalib ayrılır, ötürməsində etdi. Tərlan gecikdim, biraz mənə material lazımdır axı, sənə deyirəm, qol vurmaq lazımdır, maraqlı qollar. Əlbəttə Polisik Instagram səhifəmizdə izləyə bilərsiniz, seçilmiş qollar hamısı Polisik Instagram səhifəmizdə var. Bu arada top Vüqar verdi Xanovdan meydanı tərk edir. Top hərəkətdə idi bu dəfə isə Vüqar verdi Xanov səhv etdi. Ötürmə Vüqar. Top toxundu, bəli.
Eltac. Eltac. Zərbəsi qeydəyə qalındı. Bəli, hal-hazırda hesab xatırladım. 2-0 Gold komandasının xeyrinədir. Golden Stone-la məqsəd hər iki komanda B konferansında mübarizə aparırlar. Golden Stone isə sonuncu yerdə qərarlaşıb. İlkin keçməyə çalışdı. Elməddin ona mane oldu. 2 kuryoz gol olmasaydı eyni bərabər hardasa oyun gedə demək olar ki, amma top kontrolu daha çox Gold komandasındadır. Əli topu ələ keçirir. Əli Bağıyev geriyə Elməddinlə oynadı. Elməddin zərbə endirə bilər. Qapıya zərbə. Yoxlamaq lazımdır da Əli bundan istifadə etdi, amma dəqiq olmadı. Hələ ki alınmır Golden Stone-da. Gold komandası isə 2 gol onlara yetərli deyil. Daha çox gol vurmasıyla səbəb isə Fonseca Təbriz ötürmə edə bilməli. Gündən zərbə. Xalların eyni bərabər olduğu təqdirdə vurulan qollara baxılacaq əlbəttə. Onu Gold komandası bizdən yaxşı bilir. O səbəbdən daha çox qolla rəqib komandanı məğlub etmək istəyir. Golden Stone komandası isə mübarizəni sona qədər davam etdirməlidir ki, qırmızı zonadan çıxa bilsin. Hal-hazırda kritik zonada qərarlaşıb komanda. Ötən sezonda Golden Stone komandası Fonseca 2-ci divizyon 3-cü sezonda mübarizə aparmışdı. Orada da qrup mərhələsini keçə bilməmişdi. Səhv etmirəmsə 22 komanda mübarizə apardı. 4 qrupa bölünmüş liqada B qrupundan mübarizə apardı. Səhv etmirəmsə Golden Stone komandası köhnə adı ilə. Komandar meydana daxil olur. Gözlədiyimiz an gəlib çatır. Ötürmə də komandar istiqamətində idi, amma olmadı. Nadir Qasımov. Nadir özü irəlir. Nadir ötürməsini edə bilir Elməddin. Bəli, cərimə. Bəli. Hər iki komanda sərt oyuna üstünlük versələr də sonda dostluq qalib gəlir. Əlbəttə bunu komanda oyunçuları meydana daxilində çox vaxt unudurlar. Bunu mən özümdən də bilirəm, amma burada sevinçlə dərbəsi geri dəqiq oldu. Murad uzun ötürmə keçmədi. Çin çox yaxşı oynadı. Samir'in ötürməsi. İlk hissənin sonuna isə 6 dəqiqə qalır. Əli Bağıyev sağ cinahla oynadı. Seymur ötürməsi qeyri dəqiq. Ümid edirəm ki, ikinci hissədə daha fərqli oyun bizi gözləyər. Məsələn, günün ikinci matçı. Bəli, xatırladım, günün ilk matçında Fonseca 2-ci divizyon 4-cü sezon 7-ci turun 5-ci matçında orada Elməddin şəxsi reydi Verdixanov tərəfindən kəsildi. İkinci həmlə Təbriz. Eltac. Seymur'un ötürməsi qeyri dəqiq. Elməddin. Seymur. Əli sona ki mübarizə apardı Ələkov. Yox, heç bir şey yoxdur əlbəttə.
Kamandar. Qeyri. Qeyri-adi ötürmələr izləyirik bugün. Təbrizin ifasında, komandanın kapitanının ifasında. İkinci qolun da müəllifi Məsudov mükəmməl qolla yadda qaldı. Kamandar ötürmə etməyə çalışır. Kamandar ötürməsi də keçir, amma Təbriz qapıya düşə bilmədi. Elməddin. Ötürməsi Seymur istiqamətinə. Seymur topu qəbul edə bilməsə də topu komandası üçün qazandırdı. Nadir zərbə vura bilər, amma sonunda oyunun ilk qolunun müəllifi qapıçı özü də Atabəydir, səhv etməmisiz ismi. İlk dəfə də onu görürəm Gold komandasının qapısında. İlkin ötürməsi qeyri-dəqiq oyun. Oyunda bəlkə də ilk səhvi də ilkinin. Hətta səhv də demək olmaz, səhv ötürməsidir, belə desək. Hələ ki, ideal oyunla yadda qalıb. 5 nömrəli vitse-kapitan. Samir İbrahimov olmadı. Ötürməsi sol cinaha. Çox ağır oyunçudur, 9 nömrəli oyuncu. Yorğunluğu var, hiss olunur. Samir İbrahimov. İlkin. Zərbəsi qeyri-dəqiq. Gold komandası qalır. Əskər ötürmə. İbrahimov. Samir. Oy. Bu dəfə Murad səhvsiz oynadı. Əskərovun zərbəsi isə dəqiq olmadı. Bir ki, sənin sonuna 2 dəqiqə qalır. Bəli, günün ilk maçında xatırladıram. Qızıldaş komandasının əvəzinə turnirə daxil olan Bozqurdlar komandası debüt maçında Gold Army komandasına məğlub oldu. Səhv etməmsə 7-2 hesabı ilə 7-3 hesabı ilə günün ikinci maçında əsl futbol abu-havası yaşandı. Sonraki mübarizə aparır Əli. Top elə ataşdan meydanını tərk etdi. Kərki komandası və Qaradağ komandaları derbisində. Niyə derbidir? Çünki A konferansının lideri və vitse-lideri qarşılaşırlar və hal-hazırda rəsmən deyə bilərik ki, Kərki komanda 11-5 hesabı qalibiyyətdən sonra A konferansının şəriksiz lideri oldu. Günün hal-hazırda 3-cü matçıdır və Gold komandası 2-0 hesabı ilə irəlidədir. Seymurun zərbəsi də dəqiq olmadı. Nadirdən istifadə etməlidir komanda. Çünki ötən tur məhz Nadirin personal oyunu sayəsində Golden Stone komandası mübarizələr komandasını söhbət B konferansının o zamana kimi liderindən gedir. Məğlub edə bilmişdi 5-4 hesabı ilə. Özü də Hüseyin Abdullayev və Emin Şəbiyevli komandanın fenomenal bir nəticədir. Deməyimdə məqsəd odur ki, Bundesliga Instagram səhifəmiz, əlbəttə bunun Instagram səhifəmizin bu arada Samir özü irəliyir. Samir zərbə, bu dəfə də Murad yaxşı oynadı. Komandanın 3-cü qoldan xilas edir. Bir-birlərinə mane oldular. Yox, heç bir şey yoxdur. İlkin çox yaxşı oynadı dərbəsi də dəqiq olmasa da qorxulu zərbə indirdi, güclü zərbə indirdi. Rəvan uzun ötürmə. Verdixanov belə ötürmələrin qarşısını almağı çox yaxşı bilir. Semin ötürməsi Nadir istiqamətindən. Nadirin zərbəsi bu dəfə də qapçı. Bəli. İlk hissə
Time qurtardı. İlk hissə məhz 2-0 hesab ilə bitdi. İkinci hissədə görüşənədək. İkinci hissədə baş tutdu. Xatırladıram, hal-hazırda Polisliqa 2-ci divizion 4-cü sezon 7-ci turun 7-ci maçında sizinlə qarşınızdayıq. İkinci hissədə hesab isə Gold komandasının xeyrinədir. Golden Stone-la maçda Golden Stone komandası özünə məxsus sarı geyimdə mübarizə aparır. 2-0 hesab ilə də geridədir. İlk gol elə ilk dəqiqədəcə Golden Stone komandasının qapısına daxil oldu. Qolun müəllifi isə Qol komandasının hərcək sahibi Atabəy tərəfindən vuruldu. İkinci qolun müəllifi isə komandanın kapitanı Təbriz. Çox gözəl cərmə zərbəsindən qolla yadda qaldı. İlqar Verdixanov artıq Polisliqa 2-ci divizyon 4-cü sezona yeni meydança Xəzri Arenaya qədəm qoyur. Hilal Ağsu və Armin Ağsu komandalarının kapitanı olub və hal-hazırda qardaşının çıxış etdiyi Gold komandasına kömək etməyə çalışacaq Nadir. Ötürmə keçmədi. İlqar Verdixanovla oynayır. İlqarın zərbəsi təhlükəli idi amma hesab dəyişmədi. Rəvan sol cinahla oynayır. Ali Bağıyevdən gözəl ötürmə. İlməddin istiqamətinə. İltaç sağ cinahda oynayır. Rəvan ötürməsi. Bağıyev. Ali. Topu elə ki kontrol edən tərəf gözümdəydi. İlqar ötürməsi. Kamandar istiqamətinə. Kamandar üzərliyir ötürməsi. İlqar Verdixanova. Yox. Necə deyərlər? Meydan bitdi. İlkin. Tərlan. Sağ ol, sən necəsən? Sağ ol, Mələk. Deyirsən qardaşım? Yox, sağ ol. Yox, qardaş, nuş olsun, çox sağ ol. Rəvan. Sizin oyununuzu bundan sonra? Arada. Çaşdırıram, üstü oldu. Hesab ikinci hissənin 3-cü dəqiqəsində dəyişilməz olaraq qalır. Nadir sol cinahla oynayır. Əli zərbə endirməyə imkan yaranmadı. İlqar Verdixanov daha dəqiqdir. Top meydandadır. İkinci həmlədə isə Kamandar Golden Stone komandasının top qazanlarına köməkli etdi demək olar ki. İlqar Verdixanov ötürməsi keçmədi, pressing tədbiq edir. İlqar Verdixanov. İltaç. Tərlan topu uğurluyur. Ötürməsi İlqar Verdixanov istiqamətinə. İlqar Verdixanov geriyə. Kamandar zərbəsi qeyri dəqiq. Ən azından out qazanır Gold komandası. Qaradağ neylədir? Boru zərbə! Kamandarın məhsuldar ötürməsi Tərlan dəqiq baş zərbəsi ilə qapıya yönətdi. Hesab 3-0. Tərlan qolun müəllifi ekranlarımızda. 11-5 uduzlar. Çərçin. Bomba oyun gedir. Gez gəldiniz, baxdınız. Maraqlı oyun gedir. Bu hafta bir sal yoxdur. Qırmızı almışdı axı. Qırmızı? Oynamış ki.
Vüqar Berdixanov ötürməsi sağ cinahla. Qardaşı istiqamətini ötürmə dəqiq olmadı. Yenidən Tərlanla oynamağa çalışdı, amma bu dəfə Tərlanın zərbəsi dəqiq olmadı. Geldim Elvan'a məsləhət almağa ki. Günlərin içinə şirayət gəlir. Bardak salırlar. Revanın zərbəsi geridə gol deyil. İlqar Berdixanov topa çatacaqmı? Çatdı. Tərlan topu qəbul etdi. Zərbəsi bu dəfə dəqiq olmadı, amma İlqar Berdixanov top gözlürdü, ötürmə gözlürdü. Tərlan üzr istədi komanda yoldaşından. Məncə zərbə də endirməli idi. Deltaşın zərbəsi də dəqiq olmadı. Atabəy zədələndi bu epizodda. Qolun ilk müəllifidir məhz Atabəy. Necə qəribə səslənsə də məhz ilk qolun müəllifi qapçıdır. Məncə də elə Bundesliga Instagram səhifəmizin ən yaxşı həftəlik, ən yaxşı qollarında elə onun da adı olacaq. İlqarın ötürməsi Komandar istiqamətinə. Komandara mane oldu. Elməddin. Hesab 3-0'da, amma son deyil. Sonraki mübarizə aparmalıdır. Golden Stone mübarizə komandası ilə oyunda məhz bunu sübut etdi bizə. Zərbəsi Elməddinin dəqiq olmadı. Ayağa zərbə endirilmişdi. Bal qalxmaq var, düşmək yox. Yox, düşməyəm də gəlirsin. Elini də arada. Elməddin. Zərbə bir dəfə də dəqiq olmadı. Oyunun daha dinamik keçməsi üçün əlbəttə marketing tərəfdən bunu söyləməyə məcburam. Golden Stone komandası ən azından bir qol vurmalıdır. Çünki hal-hazırda hesab 3 top fərqi ilə Kod komandası xeyrinə deyil. Taşın zərbəsi bu dəfə də dəqiq olmalı. Mərkəz xəttini keçdikdən sonra Golden Stone komandasının üzvləri bir-birlərini ötürmə etmirlər. Səbəbini bilmirəm, amma qolun 50% ilə ötürmədir. Burada ilkindən zərbə olmadı. Komandar ötürməsi geri dəqiq. Əks hücum 2-nin 1-ə. Sol cinahla da oynaya bilər. Elməddin. Zərbə qapıya. Qapı türü. 11 nömrəli oyuncunun cəhdi bir dəfə alınmır. Gözlə istəyirsən, bir dənə baxın tanıyıb. İşte Golden Stone məğlub olduğu təqdirdə artıq 2 tur var öndə. Şansları qalır. Xatırladım, B konferansından mübarizə aparan Golden Stone komandası 3 xalla sonuncu pillədə qərarlaşıb. O şeydədir, Muskulusda. Muskulusda baxıcı mı? Muskulusda. Kimdə orada? Elvin Nurhov. Abi oradaydı. Yok, bunda yoksa. Olur mu? Bu sonradan sonra. Ne yazıyor? Elvin şirinde oku, Ceyhun şirinde oku.
20 ilə 30 burada fərqi yoxdur. Ha, birinci liqada ha, amma birinci ikili çox önəmli şeydən. Bir dənə PGC oynayacaq. Bəli, cərimə qeydə alındı. Samir İbrahimova qarşı sərt oyun. Ötürmə qəbul edə bilmədi Təbriz. Geri oynamaq məcburiyyətində Atabəy. Ağa zərbə endirmişdi Seymur. Samir. Yenidən Rəvan. Rəvan ötürməsi. Bağıyev istiqamətinə Əli. Ötürmə yenidən Rəvan. Rəvan 2 nəfərdən sıyrıla bilir, amma Sizdən zərbə. Bəli. Kameramız düzəldi. Biraz texniki nasazlıq yaşadıq. 1-5 saniyəlik geri dönüş etdik. İlqar Berdixanov. İlqar Berdixanovdan topu ala bilir Rəvan. Samir İbrahimov. Nadir. Nadir zərbə endirə bilər qapıya. Bağıyev. Əli. Ötürməsi isə qeyri dəqiq oldu. Deyir Poyla dəyişsə gələn sezon oradayım deyir. Mən yaz. Bura tərləyiniz. Gold. Tərlan. Samir. Təbriz. Ötürmə keçmədi. İkinci cəhd. Zərbə indirilmişdir mi? Yox. Baş hakimi oyunu durdurmadan Nadir. Zərbəsi bu dəfə ata. Buldozer kimi irəliyir. Yıxılmır da maşallah. Gol da vurdu da elə birinci gol. Qapçı, o qapçı. Nətər vurdu? Hatta buradan qabağı Murad saxlayamadı topu. Muradın səhvi. Hə, qapçının üstündən keçən topu. Aslaydım. Orada İlkin geriyə Təbrizlə oynayır. Təbriz. İlqar Berdixanov. Birbaşa qapıya yönəltdi zərbəni, amma dəqiq olmadı. Rəvan. Ötürmə. Nadir istiqamətlə. Nadir. Zərbə bu dəfə dəqiq. Dediyim kimi Golden Stone komandası mübarizələ maçdakı Golden Stone-dan əsər əlaməti qalmayıb. Amma günün Formalar qəşəngdir, elə. orada ötürmə İlqar Berdixanov topu düzgün qəbul etmədi Seymur Qəniyev. 12 dəqiqə. Yenidən Vüqar. İlqarın ötürməsi yenə də qeyri dəqiq. Üzr istəyir komanda yoldaşlarından Eltaş. Məncə artıq libero kimi qapıcı da meydanı mərkəzinə daxil olma oldu. Təbriz zərbəsi isə 14 nömrəli oyuncu Nadirə toxunaraq meydanı tərk etdi. Tələsmir. Oyunun biraz sönük keçməsinin səbəbi Gold komandasının maksimal dominantlığı da oyunda. Burada İlqar.
Golden Stone komandası isə oyuna dinamiklik qatmaq üçün ən azından bir top vurmalıdır ki, geri dönüş üçün təməl yaransın. İlqar, Təbrizin zərbəsi, toxunuş var Murad Kazımlı. Yox, mənim nə deyir? Deyəcək, orada olsa gələcəm. İki komanda ilə deyir. İki komanda mı? İkinci hansı? Yox, o demir, o şey deyir. Aras. İlqar mənim deyib, bir dənə şeydə gələn mənə yazımda o birisi çempion. Yenə qatarı şey deyir. O birisi hədə, o birisi stadion olsa, oy. Soğutdan neçə ilə getdi bu zərbə? Axsının qatarı da var. Axsı ürəkdir. Axsı yaxşı komandadır. Axsı da olsaydı bu sezon çempion olardı. Burada oynaya bilməzlər olar. Çünki bura biraz qısa meydançadır. Daha çox belə... Nə danışdın? Onlar da texnikal uşaqlardır. Burada əksinə hoppa verəcəklər. Çərkinətlər hoppa verir. Bura texnikal uşaqlar. Sprinterlər üçün deyir ha bura. Bu arada Saminin zərbəsi yenə dəqiq olmadı. Nadir komandanın ən aktiv oyuncusudur. Hal-hazırda mübarizə komandasını da məğlub etmə səbəblərindən biridir. Aras nə deyir? İki komanda məcrəsi. Aras iki komanda. Gözlə zərbə. Olmadı, yenə də olmadı. Komandar bugün qolla ayaqda qalmayıb, amma gözəl asist edib Tərlana. Üçüncü qolun məhz asisti. Bu arada toxunuş var idi. Qatılan turun və günün sonuncu maçı. Favorit komandası Blackstone komandasına qarşı mübarizə aparacaq. Bu arada boksunda mübarizə davam edir Elməddin. Sol cinahla oynadı. Zərbə bu dəfə də olmadı. Bu dəfə də Rəvan qapıya düşə bilmədi. Çox gözəl düşünmüşdü əslində. Komandanın dispetçeri Nadir isə artıq yorğundur. Müqavilə Xanovdan Samir istiqamətinə ötürmə. Hesab 4-0. Müqavilə Xanovun ötürməsini gözə ram edə bilir. Top kontrol yüksəkdir. Gözəl. Gold. İşarənin anlamını yəqin ki bildiniz. Məhz gold sözünün abreviaturadır gold. Yəni nöqtələr qoyuldusa, əlbəttə biraz erudisiya dərsləri keçək. Nöqtələr qoyuldusa hər hərf bir söz deməkdir. Buna da abreviatura deyirlər. Ayrıcılıqda greatest all of time deməkdir. Yəni zamanların ən yaxşısı. Digər ikili məna daşıyır bu söz. Digər mənası isə ən yaxşı deməkdir. Yəni keçi mənasını verir. Keçi isə idmanda ən yaxşı oyuncuların personal statusudur. Necə ki Michael Jordan, necə ki Messi, necə ki Ronaldo, necə ki Kobe Bryant, necə ki digər tanınmış idmançılar. Eltac ötürməsi, Rəvan istiqamətlə Rəvandan gözəl ötürmə. Yenidən Rəvan. Rəvan özü yaratdı, özü də zərbə indirdi, amma Atabət çox yaxşıdır. Hələ ki. Oy. Bəli, heç bir şey yox idi. İlkin meydanı tərk etdi, vitse-kapitan İlqar Berdixanov meydana daxil olub. Şeyin qabağından Sami'nin qabağından yaz da şey.
17 çıx 2. Təbrizi görsən, Təbrizin qabağına yaz. 0-1 0-1. Təbrizin zərbəsi. İkinci həmlə qapı dirəyi. Ötürməz solcuna. Topa çata bilməzdi. Mövqe səhv etdi burada. Demək olar ki. Seymur. Artıq oyunun sonuna səhv etməmsə 3 dəqiqə qalır. İlqar Verdixanov. Verdixanovun ötürməsi bu dəfə səhvsiz oynamalıdır. Bəli, elə də etdi Murad. Bu məğlubiyyət Golden Stone'u sonuncu pillədə saxlayacaq, amma ümid var. Ümid var. Eraslan oyunları var. Bəli. 2 oyunları qalır, səhv etməmsə Eray Arslan və Kərki. Eraslan sonrası. Yox, Kərki yoxdur, Kərki yox. Buradan baxın deyil. Eray Aslanla oyun belə desək ölüm dirim matçıdır. Golden Stone'da olacaq. Verdixanov daha dəqiq oynadı Samir. Tərlan geriyə oynamaq məcburiyyətə qalır. Ötürməsini etdi Təbriz istiqamətinə. Sonda Rəvan topa dəqiq toxundu. Axırıncı oyunu Eraslanla oyunu var. Bir də oyunları qaldı, var. Bir oyunları qalır. Oy. Kim utdu? İkisi ha? Prosta Eraslan gələn həftə şeylə, 9-cu rotayla. Udzacaq da Eray Aslan 9-cu rotaya. İçiyə deyiləsələr, axırıncı oyunda Golden Stone utsa, Golden Stone keçir, Eraslan qalır. Oy, qəşəng. İntriga son maça kimi davam. Belə eləmisən ha lan. Bilərəkdən olmuyor, bildi. Qar zərbəsi keçmədi. Elməddin sürətlə irəliləməlidir. Elməddin sol cinahda da Rəvan var. Rəvanla oynaya bilər. Rəvan yox, özü zərbə endirdi, amma təbəy yerindədir. Avantaja buraxır hakim, düzgün etdi. Əks hücum, İlqarın ötürməsi Eltaç vaxtında topa çatır. Top əlinə dəydi İlqarın. Qapçı bugün keçilməzdi. Atabay bugün ən yaxşılardandır. Burada başla zərbə, ikinci həmlə Rəvan. Olmadı. Atabay. Bilməm, onu sus. Mən bu qapçı ilə şeyin arasında qaldım. Baku Junior'sun qapçısı arasında. Bir dənə, indi adımı burada çəkmirəm də. Çəkilişinə baxıram. Turnirlərin birini. İğrənc də yəni. Elə bil ki, o Netflixdə Əfqanistana kinolara baxsana, sarı tonda belə. Canlıdır. Canlı qoyub deyəsən, hə. Allah dedim, yaxşı ki, belə çəkilişir. Bizim canlımız vapşı zor idi. Onlardan zor. Bizim canlımız yaxşı idi. Olsa ki burada pis. Orada Rəvan zərbəsi. Bizim canlımız 220 ilə avtomatik.
Hər canlı elə deyirəm. Bəli, oyun da bitdi. 4-0 hesabı ilə Gold komandası qalib gəlir. Hər iki komanda gözəl oyuna görə təşəkkürlər və turun və günün də sonuncu maçında sizinlə birlikdə olacaq. Bizdən ayrılmayın.